Salam millət, hər vaxtınız xeyir. Hər kəsi xoş gördük. Kanalıma xoş gəldiniz. Videoya başlamamışdan öncə ilk olaraq onu deyim. Əvvəl demirdim, amma demək məcburiyyətindəyəm. Kanala abunə olun, çox xahiş edirəm. Baxıram ki, izlənmə kanal abunəçisindən əlavə, məsələn, qıraqdan gəlmələrin faizi daha çoxdur. Gəlirlər, izləyirlər, gedirlər. Çox sağ olun ilk öncə izlədiyinizə görə. Amma abunə də olun. Abunə olmaqda, yəni sizdən maddiyyat, pul zat çıxmır. Sadəcə mənə dəstək olursunuz və mən də daha yaxşı videolar çəkməyə çalışıram. Bugünkü mövzumuz kargo açılışlarıdır və bu günləri gələn maşının kargolarını açacağım sizlərlə. Daha doğrusu ağızlarını açmışam. İndi bir-bir sizlərlə incələyəcəm. Nəyi aldım, necə aldım. Bir də bir şey vurğulayım. Mənə çox sual verirsiniz ki, detalları hardan alırsan, neçəyə alırsan. Onu deyim ki, millət, qiymət barəsində yəni mən xoşlamıram danışmaq. Ümumiyyətlə mənim videolarda da ümumiyyətlə ustadan yanına gedəndə ustadan qiymət soruşma, bu detalı neçə dəyişsən, onu da demək. Yəni sevmirəm mən elə şeylər. Nəsə bir şey demişəm, baxıram, yəni mənə görə deyil. Ona görə qiymət deməyəcəm. Və hardan almışam? Almaq çox sadə, rahatdır. İnternetdən araşdırmalarla tapa biləsiniz detalları. Google'dan axtarış verə biləsiniz və yaxud da eBay'dan ala biləsiniz, AliExpress'dən ala biləsiniz. Yəni bir çox saytlar var da, oradan ala biləsiniz. Taobao sayt var, oradan ala biləsiniz. Çin məhsulları orada ucuz olur, amma oradan alarkən çalışın özəl kargo ilə gətirin. Oranın özünün də daxili də kargo var, çatdırma, amma o biraz gec gətirir, qiymətdə bahadır. Bir də qısaca olaraq onu da deyim ki, hər hansısa bir detal alanda satıcı ilə danışın. Əgər özünüz gətirəcəksinizsə, hansısa bir özəl kargo şirkətindən gətirəcəksinizsə, satıcı ilə öncədən danışın, onun həcmini soruşun. Yəni, ola bilsin ki, həcm 60 santdan yuxarı keçəndə həcmə düşür. Misal üçün sizə göstərim, baxın, bu karqa 65 sant uzunluğu var. Amma halbuki bunun içində bax, bura qədər də, bura qədər. Bura qədər boşdur. Boş bir karqadır. Detallar yəni qısadır. Bunun karqosuna mən verdim 40 dollar. Həcmə düşdüyünə görə. Onun 15 santı, hardasa belə təqribi yer var da. Bu boyda bir yer var, boşdur. Mən onu satıcıya desiydim. Satıcı onu kəsib, qısaldıb göndərəcəkdi və həcmə düşməyəcək, çəkiyə düşəcəkdi. O çəki də eləyəcəkdi demək 1.5 kiloqramdır bunun çəkisi. Onda ki dollara da, yəni o 40 dollardan az eləyəcəkdir. Bunu yadınızda saxlayın. İndi gəlin keçək detala. Nə almışam? Bu dəqiqə burada var məndə, baxın bu. Bu ön buferin, yəni burada gördüyünüz kimi ön buferin dumanlısının ətrafıdır. Mənim öz maşınımda bu nə tər durur? Belə, belə. Mənim öz maşınımda bu, ümumiyyətlə bu hissələri falan, bu qaş yoxdur. Bu qaş. 2018-lərdə olmur. 2019-un axır və 20-21 modellərində bu cür dumanlı ətrafı gəlir. Burası yəni belə olmur. Bunun buraları setki olur, bir dənə burada dumanlı yeri olur. Bunun bütün detalları burada var. Bu üstünün qaşlarıdır. Bunlar təbii ki, kraskalanacaq maşının öz rəngində. Daha sonra burada, bu da onun krişkalarıdır. Üstünün krişkalarıdır. Belə. Bunu ona görə aldım ki, nəsə bu xoşuma gəldi. İndi baxaram da, taxaram, bir müddət sürərəm. Lazım olsa o setkalıdan da almaq olar. Var, satışda var. Dəyişiklik olsun deyə bəlkə alaram. Bir müddət sonra dəyişirəm ki, qabağını biraz fərqli görüm. Göz öyrətdikcə. Bunu bilmirəm, kraskalamaya ehtiyac var, amma yoxdur. Bu parlaq qaradır. Yəqin ki, hələ ki kraskalamaya ehtiyac duymuram. Üstündə elə bir, yəni parlaq qaradır. Bunu hələ ki yox. Əgər bir müddətdən sonra solsa falan, onda çıxardıb kraskalamaq olar deyə düşünürəm. Amma hələ ki ehtiyac yoxdur. Bu detalı qoyaq yerinə. Bu belə, bunun, yəni o pis tərəfi də var. Hər iki tərəfini almışam. Sağlı solludur. Yəni birini göstərdim. Bu belə. Qaşlarını da qoyum yerinə. Daha sonra burada bizim belə bir detalımız var. Bu rezindir. Bu rezin nəyin rezinidir? Onu da sizə deyim.
Kapoltla bufer, kapolt bağlandı. Buferlə kapoltun arasında olan bir yer var. Bu rezin ora taxılır. Yəni bunu taxanda da videosunu çəkərəm, burada qoyaram. Görəsiniz, yəni aranın rezinidir ki, şeydir, adı nədir, oradan hava girməsin, yəqin ki, nəsə də həmin səs eləməsin falan. Bu oranın rezinidir. Bunu da Çindən almışam. Bunun demək 3 seçimi var idi. Aşağı keyfiyyət, orta keyfiyyət və orijinal keyfiyyətində. Mən elə orijinal keyfiyyətini aldım ki, elə iş görürüksə təmiz iş görək. Maşının başqa detalları da gəlib əslində. Onlar ayrı bir videoda yəqin ki çıxacaq. Bu ayrı bir videodur. Bir də belə knopkalar almışam. Bu knopkalar da nədir? Radiatorun üstünün plasması olur. 2018, 19, 20, 21 sürən Civic sürənlər bilir. Təzələrdə də var. Ümumiyyətlə o demək olar Civiclərin hamısında var. Radiatorun üstünü bağlayır. Bu fenlə radiatorun üzərini bağlayan bir plasmasdır. Onun ətrafının knopkalardır. Çox sayda aldım. Dedim başqa yerlərdə də istifadə eləmiyorlar da. Yəqin ki ehtiyac olsa. Ona görə də belə çox sayda almışam. Burada birini tapdım. Anadan gəlmə rəxətdir. Bunu da internetdən aldım. Çindən gəldi. Belə üstündə də belə çıxartmağı, taxmağa bir detalları var. Burada atverka qoyublar. Nəyə görə qoyublar? Sağ olsunlar. Burada dənə-dənə baha satırlar. 2 manat, 2 manat 50 qəpik nədir? Bunu internetdən aldım. AliExpress'dən alasanız ucuzdur. Yəni, tapmaq rahatdır. Bu nədir? Burada bir dənə də baxın, belə bir parçalar var. Parça deyəndə belə bir karton gəlib. Bu millət 2 dənədir. Burada 50 komplektdir də. Bu nədir? Bunu da sizə deyim. Bu rulun üzərinə çəkmək üçündür. Maşın servisə aparırsınız, usta yanına aparırsınız. Misal üçün qalacaq orada, qoyub çıxarsınız bir neçə saatlıq. Bunu rulun üstünə çəksən, onu da sidenkanın üzərinə çəksən ki, məsəl üçün usta əyləşdikdə sidenkalarınız bulanmasın və yaxud da əlim mazotlu olaraq rula vuranda rul bulanmasın. Bəzi servislərdə, bəzi ustalarda olur bu. Amma çoxsu da mən görmürəm. Mən getdiyim ustalarda görməmişəm. İndi maşını malyarkaya qoyduğuma görə bunu çəkəcəm ki, oturub duranda eləyəndə şey olmasın da, üstünə maşın bir şey olmasın. Bəlkə də heç çəkməyə ehtiyac olmadı. İndi burada belə deyirəm, malyarkada qalacaq maşın yəqin ki. Çünki bu videonu çəkəndə hələ maşın gəlib çıxmayıb. Onu da nəsə əzə çatdırım. Ona görə biraz tərəddüdlü danışıram ki, maşın hansı etapları keçəcək. Bu gün mayın 4-düdür. Bu video mayın 4-də çəkilir. Amma ardıcıllıq olaraq maşının gəlməsi, maşını məsələn ustaya aparmağım falan, bu ardıcıllıqları artıq paylaşmışam. Yəni bu videonu paylaşmışamsa demək maşın gəlibdir, Azərbaycandadır. Burada bir dənə detalımız var. Bu detalda göstərim baxın, Mugen. Mugendir. Buradan da gördüyünüz kimi artıq Scors'un başlığıdır. Mugen'də soruşa bilərsiniz. İndi bilməyənlər ola bilər ki, Mugen nədir? Mugen Honda'nın tuning elə bir ateliyasıdır. Belə deyim, məsələn Mercedes'də Brabus'dur. Mercedes'də. Mercedes istehsal olunur, buraxılır. O Brabus firması götürür, onu aparır, təkmilləşdirir, görünüşünü dəyişir, nə bilim nəsə də bir əlavələr eləyir. Mugen də Honda'nın həmən işini görən bir qoludur, belə deyim. Yəni Mugen modellə tutalım ki, Civic Type-R Mugenlə zavod stok versiyasında görüntülərində fərq olur, güzgülərinin krişkasında fərq olur, buferlərin əlavəsində fərqlər olur, o əlavənin üzərində əlavələr olur. Mən adətən son çıxan FK8 və FL5-lərin Mugen paketlərini sevmirəm. Mənim zövqümə görə çox kobud eləyiblər biraz. Yəqin ki, baxanlar, izləyənlər bilir, mən sevmirəm şəxsən. Sadə, stok olanlar mənim üçün daha xoş gəlir. Nəinki Mugen paket. Amma bu Scors başlığı yaxşıdır, karbondandır, qırmızı rəngdədir. Bunun qırmızı qara olanı da var idi. Necə bu naxışları bəzi hissələr qara, bəzi hissələri qırmızı olur.
və tam qara olanı da var idi. Nəyə görə belə qırmızı aldım? Tünd qırmızı da qaraya oxşayır. Bu indi videoda fırladıqca görürsüz, biraz qaralı. Nəyə görə qara aldım? Nəyə üzr istəyirəm, qırmızı aldım. Maşının salonunda qırmızı detallar olacaq irəliləyən zamanda. Ona görə bunu da ki ona uyğunlaşdırdım. Qırmızı detal deyəndə belə açıq şey qırmızı yox. Məsəl üçün indi bu skors başlığıdır. Stenkaları məndə parçadır. Onu böyük ehtimal yəqin ki irəliləyən vaxtlarda dəri eləyəcəm. Ona görə dəri eləyəndə də qırmızı detallar olacaq. Başqa harasında qırmızı detallar olacaq yadımdan çıxdı. Bəzi yerlərdə yəni qırmızı rənglər görə biləcəyik. Çox yüngül, çox dərin istifadə eləməyəcəm qırmızıdan. Çünki çox qırmızı rənginə elə də çox xoşlamıram maşının içində. Sadəcə tünd qırmızı, biraz qaraya yaxın qırmızı. Maraqlı bir şey olacaq inşallah. Başqa burada nəyimiz qaldı? Nəyimiz qaldı? Heç nə. Başqa detallarım da ustadadır. Oradan maşının üstünə taxacam. Yenə deyirəm, bu video paylaşanda artıq o detallar bəlkə də taxılmış olacaq. Videosu da paylaşılmış olacaq. Sadəcə videoların hərəsini bir vaxta çəkirəm. Ona görə paylaşanda ardıcıllıqla paylaşıram. Bu videonu çəkəndə o birisi detal ələm gəlməyib. Amma ki almışam, misal üçün deyirəm. Bu videonu çəkəndə maşın gəlməyib, amma videonu çəkirəm çünki detallar gəlib. Amma maşın gələndən sonra bu video paylaşılacaq. İndi nə vaxt paylaşılacaq bilmirəm. Çünki maşın ustada ola-ola əlavə işlər də çıxa bilər, əlavə bir prosedurlar da ola bilər. Ona görə ardıcıllıqla bir-bir paylaşacağam. Belə dostlar, başqa burada elə bir şey qalmadı. Yenə təşəkkür edirəm izlədiyiniz üçün. Bir daha deyirəm, çox xahiş edirəm. Kanala abunə olun, dəstək verin ki, daha maraqlı videolar çəkməyə həvəslənib. Bir müddət videolar paylaşmadım, çünki proyekt artıq qurtarmışdı bu köhnə Hondadan. İndi təzədir gəlib. Özünə yaxşı baxın, inşallah hər şey yaxşı olar. İzləmədə olun, abunə olun, dəstək verin. Maraqlı videolar gələcək inşallah. Bundan sonra bu Honda ilə maraqlı işlərimiz olacaq. Hələlik görüşərik. Thank you.